Şəhidlər ölməz, vətən bölünməz şüarı ilə doğulduğu torpaqda dəfn edilən Leytenant Əliyev Babək Əsgəroğlu 1997-ci il oktyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkədağ kəndində anadan olub. O, 2004-cü ildə Ləkədağ kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. Babək Əliyev 2013-cü ildə təhsilini Heydər Əliyev adına hərbi liseydə davam etdirib. O hərbi liseyi uğurla başa vurduqdan sonra 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2020-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra leytenant rütbəsi ilə Kəlbəcər rayonunda xidməti vəzifəsini yerinə yetirib. Babək Əliyev Vətən müharibəsində iştirak etmişdir. O, Füzulinin, Cəbrayılın, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Vətən müharibəsində iştirakına görə Babək Əliyev Baş nazir Əli Əsədov tərəfindən Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilib. Babək Əliyev 2022-ci il avqustun 5-də Kəlbəcər rayonunun şərqində Azərbaycan ordusunun apardığı qisas əməliyyatı ilə nəzarətə götürülmüş ərazidə düşmən tərəfindən bastırılmış minanın partlaması nəticəsində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Babək Əliyev ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Babək Əliyev Culfa rayon Ləkədağ kənd qəbirstanlığında böyük izdihamla dəfn olunub.